Azərbaycan ərazisindən tranzit keçməklə Rusiyadan Ermənistana növbəti taxıl yüklü vaqonlar yola salınır. Qeyd edim ki, bu dəfəki vaqonların sayı 8, göndərilən taxılın ümumi çəkisi isə 560 tondur. Qeyd edək ki, indiyə qədər Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə 20.660 ton taxıl göndərilib. Şimal qonşumuzdan sonuncu taxıl yüklü vaqonlar fevralın 1-də ölkəmizdən Ermənistana yola salınıb. Azərbaycan ərazisindən tranzit keçməklə ümumi çəkisi 1746 ton olan 25 ədəd taxıl yüklü vaqon fevralın 3-də Ermənistana çatıb.